Qarabağ Futbol Klubu qış transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün ciddi addımlar atır. Klubun uzun müddətdir izlədiyi və transfer siyahısında yer alan hücumçu ilə bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, Ağdam təmsilçisi futbolçunun mövcud klubu ilə danışıqları intensivləşdirib və ilk mərhələ üzrə razılıq əldə olunub. Xəbərdə bildirilir ki, qarşı tərəf oyunçunun ayrılığına müsbət yanaşır və tərəflər artıq maddi şərtlərin bir hissəsini razılaşdırıblar. Transferin tam olaraq baş tutması üçün indi futbolçunun şəxsi müqavilə şərtlərinin yekunlaşdırılması gözlənilir. Hücumçunun bu mövsüm göstərdiyi oyun performansı məşqçi Ruben Amorim'in diqqətini çəkib. Oyunçu sürəti, cinahlardan daxil olma bacarığı və pressingdə aktivliyi ilə seçilir. Məhz buna görə də Qarabağ onu əsasən Avrokuboklar üçün güclü alternativ kimi görür. Mənbələr bildirir ki, danışıqların növbəti mərhələsi yaxın günlərdə baş tutacaq və klub bu transferi qısa müddətdə rəsmiləşdirməyə çalışır. Əgər yekun razılaşma əldə olunarsa, sözü gedən futbolçu Qarabağın qış transfer pəncərəsində komandaya qoşulacaq ilk oyunculardan biri ola bilər. Bu məlumat Qarabağ azərkeşləri arasında böyük maraq yaradıb. Çünki son illər klub etdiyi düzgün transfer siyasəti ilə həm ölkə daxilində, həm də beynəlxalq arenada güclü çıxış edir. Hücum xəttində rəqabətin artması isə baş məşqçiyə daha geniş seçim imkanı yaradacaq. İndi əsas sual budur. Bu ilkin razılaşma yekun transferə çevriləcəkmi, yoxsa danışıqlar son anda dayanacaq? Gələn günlərdə prosesin hansı istiqamətdə inkişaf edəcəyi bəlli olacaq. Sizcə, Qarabağ hücum xətti üçün doğru seçim edir, yoxsa klub daha fərqli tipdə oyunçuya yönəlməlidir? Ən son transfer xəbərləri, rəsmi açıqlamalar və futbol yenilikləri üçün kanala abunə olun və bildirişləri yandırın.